Hər birinizi salamlayıram. Bu videoda mən sizə refresh token yaratma hissəsini göstərəcəm proyektimizdə. Deməli, proyektimizdə alt hissəsində routersa baxıram. Sign-in və sign-up hissəsi var idi və bu bizə token qaytarırdı, access token və tokenin tipini qaytarırdı. Və burada utilisə baxıram. Token manager hissəsində create JWT var idi. Yəni JWT token yaradırdıq burada. JSON Web Token. Anyway hissəsində isə bizim secret key və expire date var idi. İndi mən refresh token üçün yazıram ki, secret key for refresh token bərabər olsun. Terminalı açıram. Burada baxın utils'in içərisində biz generate secret key yazmışdıq. Deyirəm ki, Python utils içərisində generate secret key.python faylını çalışdırıram. Bu bizə bir dənə secret key qaytarır. Yapışdırdım bunun qarşısına. Bir də expire date. Bunun expire date'i gəlin 1 dəqiqə olsun. Bir də yazıram expire date for refresh token. Bu da bərabər olsun 15 yazıram. Yəni 15 gün olsun. Daha sonra bunları daxil edirəm token manager faylımda. Bura daxil edəcəm. Operation system.get env bu şəkildə daxil olsun. Əgər tapa bilməsə, olmasa yuxarıdakı secret key default dəyəri olsun. Bir də expire date. Onu da buradan kopyalayacağam. Yapışdırıram bura. Bərabər olsun operation system.get env. Tapanmasa default olaraq yuxarıdakı expire date istifadə eləsin. Və bunu da integerə çevirməliyik biz. Cast eləməliyik. Daha sonra gəlib burada bunu kopyalayıram. Yapışdırdım aşağı. Və create JWT yox, create refresh token deyirəm adına. Data alacaq. Daha sonra encode edəcək. Expire date bərabər date time.now. Burada bir xəta olacaq. Bizim əgər yazdığımız proyektdə expire date'i yoxlasaz, görəsiniz ki, vaxtı bitsə belə, yəni yenə də neyinir? Datanı qaytarır. Çünki expire date daha çox müddət verir. O da datetime.now'dan ibarətdir. Buna əsasən, yəni xəta olur. Gəlib burada datetime ilə bərabər time zone da bura daxil edirəm və mən deyirəm ki, Bakı vaxtı səni dolaşdırmasın. Time zone bərabərdir. Time zone.utc-dən istifadə elə. Yəni mən bunu yazmasam, bu datetime.now gəlir kompüterdə məsələn saat neçədirsə, hal-hazırda 3:31-i göstərirsə, həmin vaxtı göstərir. Sonra dekod prosesində problem yaranır. Ona görə mən gəlib timezone.utc deyərək deyirəm ki, default saat qurşağından istifadə elə. Yəni burada bir xəta olmasın. Daha sonra da burada expire date'i bu şəkildə yox, bunun üzərindən gəlib timestamp'i çağırıram. Timestamp formasını expire date'ə təyin edirəm. Bunu da hər ehtimala integerə cast edirəm. Bu şəkildə artıq düzgün formada işləməlidir. Yenə də test eləyəsiyik. Daha sonra bunu yenidən bu hissəsinin içərisini kopyaladım, yapışdırıram bura. Çünki yuxarıda dəyişdik axı bəzi şeyləri. Bunları biraz düzgün hala gətirək. Bu şəkildə. Deməli, expire date'i hazırlayıram, amma burada days yazıram. Nəyə görə? Çünki bizim refresh tokenin expire date'i var idi. Ondan istifadə edəcəm. Bir də secret key əsasən yox, refresh for refresh token istifadə edəcəm. Bu bizə bir dənə refresh token yaradacaq. Əla. Bir də qaldı bunu verify eləmək. Yəni gəlin hələ bundan istifadə edək, create hissəsindən istifadə edək. Deməli, gəlirəm out içərisində routersa, baxın sign-in eləyəndə burada access tokeni yaradırdım. Bir də gəlib refresh tokeni yaradıram. Token manager create refresh token. Bu şəkildə və burada gəlib access token yazıram. Bir də bizim nəyimiz olsun? Refresh tokenimiz olsun. Bu şəkildə ikisini də qaytaracağam. Gəlin indi bir dənə login verək görək işləyirmi? Python index.python-ı çalışdırıram. Biraz ekranı böyüdürəm. Burada docs hissəsini açıram. Baxın burada sign-in hissəsində try it out deyirəm. Daha doğrusu execute eləmirəm. Burada mushfiq@gmail.com. Buranı biraz böyüdək. Burada password yazıram. Execute edirəm. Baxın 2 dənə token qaytarır. Tokenimizin vaxtını necə yoxlaya bilərəm? Gəlib bunu kopyaladım. Axtarış hissəsinə jvt.io yazıram və bura tokenimi yapışdırıram. İndi baxın burada expire date var. Üzərinə gələndə göstərir ki, saat 3:35-də vaxtı qurtarır.
3:35:52-də. Hal-hazırda da saat 3:35:24-dür. Yəni 1 dəqiqəlik expire date-i düzgün şəkildə təyin etmiş olduq. Yəni refresh token hazırdır. Açıq mən bura access tokeni yapışdırdım. Gəlin buradan refresh tokenin də vaxtına baxaq. Bunu da yapışdırdım bura. İndi refresh tokenin expire date-inə baxıram. Deyir ki, dekabrın 12-si 2025 saat 3:34-də vaxtı qurtarır. Yəni 12 stuka nə idi? 15 gün vaxtı var. Yəni bu şəkildə biz access tokenin də, refresh tokenin də expire date-ini düzgün şəkildə təyin edə bilərik. İndi bundan sonra bizə nə qalır? Access tokeni authorize hissəsində istifadə etmək. Gəldim bu access tokeni kopyaladım. Buradan authorize hissəsinə yapışdırıram. Authorize deyirəm. Əslində vaxtı qutarıb axı. Gəldim indi burada to do hissəsində try it out deyib execute eləsəm, baxın token verify hissəsində problem oldu. Aha, indi burada girir ortaya refresh token. Yəni mən refresh tokenindən istifadə edərək, o da burada qaldım hardasa, baxım görüm burada qalmalı idi. Ha, baxın refresh tokenim buradadır. İndi mən bu refresh tokenindən istifadə edərək yeni bir access token yaratmalıyam. Bir də yenidən login verməyimə ehtiyac yoxdur. Bunun üçün gəlib burada bir dənə endpoint hazırlayıram. Deyirəm ki, router.post, router da düz yazmadıq. Router.post. Burada endpointimiz necə idi? Bu şəkildə olsun. Bunu biraz kiçildirəm. Kiçildə bilsəm əgər. Deyirəm ki, refresh token. Daha sonra bir dənə funksiya yazıram. Və refresh tokeni alacaq. Bunun üçün şema yazıram. Gəlib burada deyirəm ki, class validate refresh token. Base modeldən miras alıram və refresh token string şəkildə olacaq. Burada validator falan da yaza bilərsən, amma hələ ki qalır, heç nə yazmıram. Bağlayıram buranı, gəlib bunu import edirəm bura. Password checker'dan istifadə etmiriksə bunu silə bilərik. Və burada validate logindən sonra validate refresh tokeni import edirəm. Bunu da keçirdirəm yuxarı. İndi gəldim bura. Burada deyirəm ki, data gələcək. Validate refresh token klassıma uyğun olacaq və sonra gəlib deyirəm ki, burada kodlarımı yazacağam. İndi mənə nə lazımdır? Refresh tokeni verify edən hissə burada işə girir. Gəlib token managerimdə, bu env-ni də bağlaya bilərik artıq. Token managerimdə bir dənə də baxın, burada verify def verify refresh token yazıram. Bu da statik metod olacaq. Baxın, burada tokeni credentials içərisindən götürürük. Burada isə deyirik ki, sadəcə refresh tokeni string formada göndər. Bu şəkildə. Daha sonra baxın, burada payload-u necə almışamsa, burada da o şəkildə alacağam. Amma diqqət edirəm nəyə? Burada refresh tokeni yazıram. Burada secret key for refresh tokenindən istifadə edirəm. Bu şəkildə dekod edəcəm. Daha sonra user ID-ni tapıram. Sonra user ID varsa qaytarıram və yoxdursa bir xəta verəcək. Bunu yazmağın əslində bir mənası yoxdur, çünki bu raise edən kimi avtomatik gəlib düşür except blokuna və bu xətanı qaytarır. Nəysə, hər ehtimala yazmışıq, sonra bunu da düzəldərik. Deməli, try except blokun içərisində yazıram. Bilmirəm nə dediyimi başa düşdünüzmü, amma yəni mən burada raise yazanda avtomatik xəta verir, xəta vermiş oluram. Bu da gəlir try except blokuna düşür. Qayıdır except blokuna düşəndə də bu xətanı qaytarır, bunu qaytarmır. Yəni belə bir izah verim. Onu da düzəldərik. Gəl burada accept yazıram. Accept hissəsində də bu xətanı qaytarıram. Eyni olsun xətalar, problem yoxdur. Sonra düzəldərik bu xəta hissələrini. Verify refresh token bu qədər olacaq. Deməli, nə etdim? Payload aldım. Yəni datanı götürmək istəyirəm. Yəni decode edirəm refresh tokeni. Daha sonra user ID-ni tapıram. User ID varsa gəlir user ID-ni qaytarıram. İndi gəlirəm router hissəsinə. Burada baxın. Deməli burada mənə nə lazımdır? Refresh token gəlir. Sadəcə bunu verify eləmək lazımdır. Yəni user ID-ni tapmaq lazımdır. Gəlib deyirəm ki, user ID bərabərdir token manager üzərindən verify refresh tokeni çağırıram bura və refresh tokenimi göndərirəm bunun içərisinə. Daha sonra gəlib deyirəm ki, əgər user ID varsa, o zaman nə edəcəm? Bir dənə access token qaytarmalıyam. Baxın, buradakı kimi bir dənə access token yaradıram. Refresh tokenim də bunu kopyaladım. Elə buranı kopyaladım aşağıya kimi bura yapışdırıram. Burada refresh tokeni yenidən yaratmaq əvəzinə yuxarıdan gələn refresh tokenim var zaten. Bunu silirəm. Burada user.id əvəzinə user ID yazıram. Və access token olaraq yeni yaratdığım access tokeni refresh token olaraq mənə gələn refresh token burada funksiyanın adından eyni olub bu. Burada gəlin
data.refresh token deməli idik biz. Daha sonra burada da data.refresh token deməli idik. Bu şəkildə bu yenidən bizə access token və refresh token qaytaracaq. İndi biz istifadə edə bilərik bu endpointdən. Baxın, refresh tokeni kopyaladım. Zaten bizim access tokenin vaxtı bitmişdi də. Gəldim burada refresh atıram. Refresh tokenə sorğu göndərəcəm. Try it out deyirəm. Refresh token istəyir. Bura tokenimi yapışdırıram. Execute edirəm. Baxın, yenidən mənə access token qaytarır. Kopyaladım bunu və gəlib authorize hissəsinə yapışdırıram. Authorize deyirəm. İndi gəlib yoxlasam görək problem varmı? Access tokeni yeniləmişəm axı. Deməli, try it out deyirəm, execute edirəm. Baxın, datanı qaytarır. Yaxşı. Mən bu access tokeni burada yoxlasam, vaxtı nə zaman bitir? Baxın, 44:34-də bitir. Hal-hazırda 44:03-dür. Burada gəlib yenidən execute eləsəm, datanı gətirəcək. Hal-hazırda 44:09-dur. Hal-hazırda 44:33-dür və execute edirəm. Hal-hazırda datanı qaytarır. İndi yenidən execute edirəm. Baxın, token verify hissəsində problem oldu. Yəni 3:44:41-ci saniyədə yoxladım. Token verify hissəsində problem oldu. Access tokenimin vaxtı bitdi. Yəni bu şəkildə doğru şəkildə istifadə edə bilərik. Yaxşı, refresh tokenim hardaydı? Buradaydı. Gəlin bunun expire date'ini yoxlayaq. Yapışdırdım bura. Expire date'ə baxıram. Baxın, bu şəkildə 3:34:52 nə vaxt? Dekabrın 12-si. Bir də burada invalid signature yazır. Çünki bu bizim secret key'imizi bilmir. Ona görə invalid signature yazır. Yəni yoxlaya bilərik də. Zaten random bir secret key istifadə edirik. Gəlib buradan NV'nin içərisindən secret key, mən refresh token üçün yazdığımı yoxlayacağam. Çünki burada refresh tokeni yoxlayırıq. Gəlib buraya yapışdırıram. Baxın, signature verified, yəni düzgündür. Yəni düzgün nə edə bilir? Dekod edə bilir. Yəni bu şəkildə biz nə etdik? Access token və refresh tokenləri geriyə qaytara bilirik. Access tokenimizin müddəti bitəndə refresh tokenlə yeni bir access token ala bilirik. Refresh tokenin vaxtı bitəndə isə artıq nə etməliyik? Biz yenidən sign in verməliyik. Yəni daxil olmalıyıq hesabımıza. Bu video bu qədər olsun. Ümid edirəm ki, bir şeylər göstərə bildim, bir şeylər öyrənə bildik. Növbəti videolarda görüşənədək.